Gəlin həndəs silsilədə belə bir suala baxaq. Deyir ki, həndəs silsilədə belə bir sistem verib. Deyir ki, B7-ni tapın. Sistemdə mən B10-u yazacağım ki, B1 vuralsın 2 üstü 9 üstə gəl. B7-ni yazacağım ki, B1 vurulsun 2 üstü 6 bərabərdir 45-ə. İkinci bərabərlikdə isə yenə B7-ni yazacağım ki, B1 vuraq 2 üstü 6 üstə gəlinsin. B4-ü yazıram ki, B1 vuraq 2-nün kubu bərabərdir 15-ə. Belə bir sistem aldım. İndi mən bu sistemdən yuxarıdakı bərabərlikdən B1 2 üstü 6-ın mötərizə xaricində çıxartsam, qalacaq 1 üzərinə gəlinsin 2-nün kubu bərabər olacaq 45-ə və aşağıda B1 2 kubun mötərizə xaricində çıxardanda qalır 1 üstə gəlinsin, yenə də nə? 2-nün kubu bərabər olur 15-ə. Belə. İndi buradan deməli, gəlin biz yuxarıdakı bərabərliyi aşağıdakı bərabərliyə bölək. Yəni ki, B1 2 üstü 6 vurulsun 1 plus 2 kubu bölünsün B1 2 kubu 1 plus 2'nün kubu bərabərdir 45 bölünsün 15. 45'i 15'e böləndə eləyir 3. Bu şəkildə. İndi burada B1'lər gedir. 1 plus 2 kub da gedir. Qalır nə? 2 üstü 6 bölünsün 2 kubu bərabərdir 3'ə. Bu da buradan alıram ki 2 kubu bərabərdir 3'ə. Bax bu şəkildə. Bunu aldım. İndi bu 2 kubu bərabərdir 3'ü gətirib bu ikinci bərabərlikdə 1-2 fərq eləmir. Gəlin 2 də qoyaq yerinə. Aparıb yerinə qoyaq B1'i tapaq. B1'i tapmaqdan ötəri gətirib yazıram ki B1 vuraq 2 kubu nədir? 3. 1 plus 3 bərabərdir 15'ə. 12 B1 bərabərdir 15'ə. Deməli B1 nə olur? B1 olur 15 bölünsün 12. 15 bölünsün 12. Və burada da ixtisarlar gedir 3'ə. Qalır 5 bölünsün 4. 5 bölünsün 4 bu şəkildə. İndi gəlin B7'ni tapaq. B7 də axı dedim bərabərdir. B1 vurulsun 2 üstü 6. İndi buradan 2 kubu bərabərdir 3'dən 2 üstü 6'nı tapa bilirəm ki 3'ün kvadratı eləyir 9. Bax belə. B1 də nədir? 4'də 5 vurulsun 9. Bu da eləyir 45 bölünsün 4. Yəni ki 11,25. Deməli cavab olur 11,25 bu şəkildə.